Maç başlandı. Hər iki komandaya uğurlar Misli Premyer Liqasında 10-cu turun növbəti qarşılaşması Karvan Yevlax Zirə maçı CBC Sportun canlı efirində meydan sahibləri ilk olaraq meydanın mərkəzindən top oyuna daxil etdilər. Turda Sumqayıtla oyuna da belə başlamışdı Zirə. Və indi təhlükəli vəziyyət yarada bilər. Qapıya zərbə endirir və ilk təhlükəli hücum qola yaxın olan tərəf əsasən də son oyunlarda və burada sözsüz ki onun qutarışı verib startda Sumqayıtla oyundan fərqli olaraq orada Junior Martin start heyətdə yer almışdı. Papunaşvili, əla hərəkət, Papunaşvili qapıya baxır, Papunaşvili uzaqdan qapıya zərbə mümkün olmur. Əlicanovla hücum davam edir. Papunaşvili aldadıcı hərəkət, Qavi Thompsonu aldatdı Barker qarşısında. Papunaşvili geri oynayır, Gima qapıya baxır. Gima'nın zərbəsi qeyri-dəqiq alındı. Barker'de onun zərbəsi və burada Aydın Bayramov. Gol qeydə alındı. Aydın Bayramovun səhvi. İmani Barker. Çox hiləgər bir zərbə, yaxın küncə, qüvvətli bir zərbə. Qapçı topu artıq top qapıdan keçərkən tutub. Kamran Bey Rəhimov. Biz isə qolun təkrarına baxırıq. Zərbə indirildi, top qapıdadır. Və fikrincə tam şəkildə top qapıdan keçib. Aydın Bayramov bağışlanmaz bir səhv, amma Barker'ın da zərbəsi əla idi. Hiss etdi ki, canlı səthdə duran futbolçu tullanacaq və onun ayağı altından qüvvətli zərbə ilə topu yaxın küncə vurur Barker. Görünür, ötürmə Papunaşvili hesab bərabərləşə bilər, amma bu cür zərbələrlə bunu etmək çətindir, qeyri-dəqiq oldu Papunaşvili. Hər üçü kifayət qədər hündür boya malik olan oyuncular da ötürmə gəlir. Ruan Rinato'nun zərbəsi Kamran İbrahimov yenidən Karvan Yevlaxı xilas edir. Bir daha bu zərbəni izləyək. Bəlkə də mövsümün seyvi idi bu. Kamran İbrahimov bu cür toplara reaksiya göstərmək çox çətindir qapçılara, amma Kamran İbrahimov bunu bacardı. Cərimə meydancasına baxır, ötürməsini edir. Elçin Əlicanov tamamilə təkdir. Əlicanov və burada boş qapıdan Karvan Yevlaxın kapitanı Elvin Yunuszadə topu çıxarır. Hesab bərabərləşməyə çox yaxın idi. Amma Karvan Yevlaxın kapitanı burada son mani ola bildi Zirə futbolçuları üçün. Küncdən zərbə yerinə etirilir. Papunaşvili. İsmətin ötürməsi. Qapıya zərbə və isə bərabərləşir 1-1. Brahim Konate. Brahim Konate. Rəşad Sadıqovun əvəzləmələri dərhal özünü göstərdi. Brahim Konate'nin bərabərlik qolu. Bir daha epizodun təkrarına baxırıq. Qolun vurulduğu an Elçin Əlicanovun ötürməsi Brahim Konate topu boş qapıdan keçirməyə bu vəziyyətdə borcluydu. Artıq heç kim, heç nə ona mani ola bilməzdi. Qol yoxlanılır. Duran, olacaq hərəkətlər, əla bir ötürməsin o. Spence bu, qapıya zərbə indirilir və hesab 2-1 olur. Karvan Yevlax ruhdan düşmədi buraxdığı topdan sonra. Əla bir hücum və yenidən meydan sahiblərinin hesabda önə keçdiyini qeyd edə bilərik. Həlledici zərbəni isə Kyle Spence vurdu. Karvan Yevlax 2, Zirə 1. Duranın ötürməsi və Spence'in zərbəsi. Kyle Spence. Ruan Renato. Junior. Martin Junior ötürməsi. Mikel zərbə! Bu da qolu idi, qola bax qola! Qola bax qola!
Zirə yenidən hesabı bərabərləşdirir. Qolun müəllifi. Karvan Yevlax 2, Zirə 2. Əla bir qol. Kamran İbrahimov çox çalışdı amma bu topa çatmaq mümkün olmadı. Əla bir zərbə idi. Çox gözəl bir zərbə, uzaq küncə topu fırladaraq göndərir Mikels. Qapı qarşısına ötürmə və top qapıdadır. Və top qapıdadır. Elə Qismət Aliyev da topu birbaşa qapıya vurmuşdu. Amma orada toxunuş var idi və səhv etmirəmsə bu Brahim Konate idi. Təkrarı gözləyək. Zirə nəhayət ilk dəfə bu oyunda hesabda önə keçir. İsmət Aliyev topu ötürür. Gomis, bəli, bu toxunuş çox vacib toxunuş idi, belə ki Kamran İbrahimov. İsmət Aliyevin bu zərbəsindən sonra topu tutacaqdı, amma Iron Gomis'in bax bu toxunuşu dabanla əla bir gol. 3 xala daha da yaxın edir. Kamran Bey Rəhimov və bu da son. Bu oyunun son fiti idi. Beləliklə maç yekunlaşır. Karvan Yevlax futbolçuları çox məyuslar. 2 dəfə hesabda önə çıxdılar, amma yekunda meydanı məğlubiyyətlə tərk etmədilər.